Bugün hava çox istidir, amma yenə də bitkilərimə yer hazırlamaq istəyirəm. Çünki işçilərim yoldadır, gəlir. Axşamdan biraz hazırlamışam, indi də tamamlamaq istəyirəm. Nanə cövhər, kəklik otu, nanə, rozmarin hamısından aldırmışam. İstəyirəm ki, bunlar çox illik bitki olduğu üçün həyətimdə daimi olsunlar. Biraz da pomidor, reyhan, badımcan, biber bunlardan da aldırmışam. Yenə də gec də olsa əkmək istəyirəm. İnşallah ki, bar verər. Düzdür, torpaq qumlu torpaqdır. Ancaq yəni qumlu torpaqda hansı bitkinin əmələ gəlib gəlməyəcəyini də bilmirəm. Bir ümid əkirəm. İnşallah ki, bar verər. Demək olar ki, rozmarindən, kəklik otundan istifadə edirəm. Rozmarini ət yeməklərinə bastırmaya istifadə eləmişəm. Çox gözəl ətri olur. Kək otunun da demək olar ki, təzəsi həqiqətən də ilk dəfədir işlədirəm. Həmişə qurusunu işlətmişik. Təzəsinin ətri daha gözəl olur. Samavar qaynatdıqca çayını dəmləyib içirik. Reyhandan da ki, indidən salatlarda istifadə eləyirik. Biberlərim də çiçək açıb. İnşallah ki, daha yaxşı bar verərlər.